12 yanvar tarixində Bakının mədəni həyatında əlamətdar hadisə baş verdi. Heydər Əliyev sarayında dahi bəstəkar Üzeyir Hacıbəylinin Ölməz Leyli və Məcnun operası səhnəyə qoyuldu. Tamaşa klassik irsə müasir yanaşması ilə seçilərək tamaşaçılara unudulmaz axşam bəxş etdi. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Leyli və Məcnun operası demək 1908-ci ildə elə həm bu gün yanvarın 12-sində Bakının teatr tumbalarında Leyli Məcnun operasının afişaları asıldı və o gündən bu günə qədər bu opera bir gündə olsa repertuardan çıxmıyıq və bu bir dönüş idi, bir tarixi hadisə idi və mədəni hadisə idi. Ümumiyyətlə bu tamaşa hər zaman sevilir və mən düşünürəm ki, hər zaman da sevinəcək. Dünyanın hər yerində biz bunu qastrolla da getmişik, başqa ölkələrdə də mən səhnələşmişəm və sevgini görmüşəm. Və mən düşünürəm bu günlərdə tamaşaçılarımız bir bayram ovqatı yaşayacaq və Leyli Məcnun yenə də özünün sehrinə salacaq tamaşaçılarımızı. Leyli surətinə xalq artisti Nəzakət Teymurova həssaslıqla yanaşaraq onu təsirli və zərif bir ruhda səhnəyə gətirdi. İllərdir bu tamaşalar deyərdim ki, tamaşaçılar tərəfindən sevilir, qorunur. Hər zaman bir məsuliyyətdir, bir necə deyərlər, bir həyəcandır, keçiririk. Ona görə ki, opera səhnəsi özünüz bildiyiniz kimi səsdir də, hər şey ola bilər. Ona görə həyəcan var təbii ki. Məcnun rolunda isə xalq artisti Məsum İbrahimovun təsirli ifası tamaşaçıların alqışına səbəb oldu. Düşünürəm ki, gözəl bir tamaşa olacaq. Çünki mən artıq bu tamaşanı illərdir, neçə ildir ki, ildə bir dəfə oxuyuram. Bütün meydanı biz əlbəttə gənclərə vermişik və özüm də onların tamaşalarına gəlirəm, onlara dəstək oluram, onlara tövsiyələrimi verirəm. Çünki bunun ardı gəlməlidir və bu nəsillər bir-birini əvəz eləməlidir. Səhnə tərtibatı və kostyumlar əsərin fəlsəfi ruhunu və şərq poetikasını uğurla əks etdirdi. Orkestrın və xorun ahəngdar çıxışı musiqi dramaturgiyasını daha da gücləndirdi. Tamaşa zamanı klassik muğam ünsürləri operanın emosional təsirini artırdı. Sənətsevərlər əsərə maraq və diqqətlə tamaşa elədilər. Bu quruluş bir daha göstərdi ki, Leyli və Məcnun Azərbaycan opera sənətinin əbədi zirvəsidir.